Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Türkiyəyə şok. Pezeşkiyanın təşəkkür elədiyi ölkəyə Sepah raket atdı. Ermənistan-Azərbaycan sülh prosesi pozula bilər. Paşinyanı devirmək üçün Rusiyadan İrəvana 100 min nəfər göndərilir. Kəşfiyyat bu məlumatları Trumpa təqdim etdi. İran təslim olur. Müçtəba Xameneyinin son durumu açıqlandı. Bu necə minnətdarlıq hissidir? Türkiyə İrana qarşı müharibəni dayandırmaq üçün əlindən gələni edir. İsraili lənətləyir. Amerikanın sərt tənqid edir. Bunun əvəzinə Sepah Türkiyə ərazisinə 4-cü raketini atıb. Halbuki İran prezidenti Məsud Pezeşkiyan bir neçə gün əvvəl Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana türk dilində minnətdarlığını bildirmişdi. Məsud Pezeşkiyan X hesabında regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bu sözlərlə təşəkkür etmişdi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar siyonist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirə layiqdir. Qardaş Türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik. Telegraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Aydındır ki, Məsud Pezeşkiyan səlahiyyət sahibi deyil, ölkə Sepah generallarının nəzarətindədir. Həmin generallar isə düşməni dosta qatıb, aləmi alova bürüməyə çalışırlar, o bildirib. İrandakı müharibə regional qeyri-sabitliyi dərinləşdirdikcə və Ermənistanda keçiriləcək parlament seçkiləri Azərbaycanla sülh prosesinin gələcəyini sınadıqca, Cənubi Qafqaz yenidən siyasi təhlükəsizlik gərginliyi ilə üzləşəcək. Telegraf xəbər verir ki, bu barədə Amerikanın Stratfor Analitik Mərkəzinin təhlilində deyilir. Bildirilir ki, İranla müharibənin yaratdığı regional qeyri-sabitlik Azərbaycanı təhlükəsizlik baxımından yüksək səviyyədə ayıq-sayıq qalmağa məcbur edəcək. Müharibədə iştiraki ehtimalı az olsa da, Bakı sərhəddəki mövcudluğunu gücləndirməyə və əsas enerji infrastrukturunun qorunmasını təmin etməyə davam edəcək. Həmçinin enerji qiymətlərinin bahalaşması ixrac gəlirlərini artıracaq. İrəvan alternativ quru təchizatı yolları axtardığı üçün daha yüksək qiymətlər Ermənistanla yanacaq ticarətini də stimullaşdıracaq. Ermənistanın qütbləşmiş seçiciləri iyunun 7-sində seçkilərə gedəcəklər. Seçkilərin nəticələri Azərbaycanla sülh prosesinin davam edib etmədiyini müəyyən edə bilər. Baş nazir Nikol Paşinyanın yenidən seçilməsi, onun Azərbaycanla əməkdaşlıq etmək və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək səlahiyyətini gücləndirəcək. Stratforun fikrincə, Ermənistan müxalifəti seçkilərdə uğur qazanarsa, sülh prosesi pozula bilər. Müxalifət uğur qazanarsa, Ermənistanın danışıqlar mövqeyi, o cümlədən konstitusiya dəyişiklikləri və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələlərində daha sərtləşə bilər. Rusiya da öz növbəsində Ermənistandakı seçki gərginliyindən istifadə etmək üçün etirazları qızışdırmaq və səsvermə zamanı və dərhal sonra siyasi qeyri-sabitliyi artırmaq kimi hibrid vasitələrdən istifadə edə bilər. Rusiya iyunun 7-sində Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün İrəvana qarşı hibrid müharibəyə başlayıb. Telegraf xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən Məlumatlı Vətəndaşlar adlı QHT-nin koordinatoru Daniel Ioannisyan deyib. Onun sözlərinə görə, Ermənistanın bəzi media orqanları hibrid müharibə alətlərinə çevrilib. Onların Rusiyanın təsiri altında olduqları açıq şəkildə görünür. Hibrid müharibənin təzahürü olaraq İoannisyan bir nümunə gətirib. Milli Təhlükəsizlik Xidmətinin binasına Molotov kokteyli atmaq hibrid hücumla əlaqəli zorakılıq aktıdır. QHT nümayəndəsi əlavə edib ki, Rusiyadakı erməni iş adamları təzyiqlə bağlı həyəcan təbili çalırlar. Onlara təzyiq edirlər ki, tabeçiliyində olanlara 100 min rubl verib seçkilərdə iştirak üçün Ermənistana göndərsinlər. Hətta bu insanları gətirmək üçün avtobuslarda səfərbər olunur. Bütün bunları Rusiya FSB-si təşkil edir. Söhbət təxminən 80 minlə 100 min nəfərdən gedir. Onlar həmçinin Gürcüstandan da insanlar gətirmək istəyirlər. Həm Ermənistan, həm də Rusiyada seçki rüşvətlərinin paylanması barədə məlumatımız var. Rusiyada yaşayan insanlar demokratiyanın nə olduğunu heç bir şəkildə bilmirlər. Onlara xəbərdarlıq edilməlidir ki, seçki rüşvətləri aldıqlarına görə
mühakimə olunacaqlar. Həyatlarını 2033-cü ilə qədər cəza çəkmə müəssisəsində keçirəcəklər. Daniel Ioannisian Rusiyanın hədəfinin Ermənistanda hakimiyyət çevrilişi və ya baş naziri Nikol Paşinyanı devirmək olduğunu qeyd edib. Amerika kəşfiyyat rəsmiləri Donald Trumpa məlumat veriblər ki, onların qiymətləndirməsində İranın Vaşinqton administrasiyasının təhdidləri qarşısında təslim olmayacağı ehtimal olunur. Bu barədə Washington Post qəzetində dərc olunmuş məqalədə bildirilir. Nəşrin mənbələrinə görə kəşfiyyat analitikləri İranın münaqişədə üstünlüyə malik olduğuna inandığını və buna görə də ABŞ-ın güc təhdidlərinə cavab verməsi ehtimalının az olduğunu göstərən qiymətləndirmələr təqdim ediblər. Nəşrin qeyd edir ki, Amerika prezidenti müntəzəm olaraq İrana qarşı yeni təhdidlər irəli sürür. Eyni zamanda Amerika tərəfi ilə İslam Respublikası hakimiyyəti arasında əlaqələrin davam etdiyini bəyan edir. Nəşr vurğulayıb ki, İran Trumpın demək olar ki, bütün iddialarını rədd edir. Mənbələrinə görə iki tərəf indiyə qədər yalnız Pakistan hökuməti vasitəsilə ziddiyyətli tələblər mübadiləsi aparıb. Amerika İranın yeni ali rəhbəri Müçtəba Xameneyinin sağ olduğuna, amma ağır yaralandığına inanır. Telegraf xəbər verir ki, bunu Amerika prezidenti Donald Trump New York Post-da müsahibəsində bildirib. Onun haqqında heç nə eşitməmişik, çox ağır yaralanıb, Trump deyib. Amerika prezidentindən Müçtəba Xameneyinin sağ olduğuna inanıb-inanmadığı soruşulanda belə cavab verib. Bilmirik. Düşünürük ki, yəqin sağdır, amma çox pis vəziyyətdədir.